Hər vaxtınız xeyir dəyərli izləyicilər. Azərbaycan saatındayıq və bugün xüsusi olaraq bir məsələ haqqında danışacağım. Daha doğrusu bir məsələnin içində bir neçə çoxlu sayda sualların ətrafında gəzişmələr eləyəcəyik. Günün ən aktual prosesi barədə ki, bu prosesi Azərbaycanda indi həm rəsmi şəxslər, həm də yarım rəsmi və yarım rəsmi mətbuat sosial şəbəkələr üzərindən aparırlar. Bu İlham Əliyevin Daşkənd səfəri ilə bağlıdır. Səfər kifayət qədər təmtəraqlı, dəbdəbəli parıltılarla, gür səslərlə həyata keçirildi. Hətta deyəsən orada İlham Əliyevin gəlişi şərəfinə nəsə bir sürü dron falan da qaldırdılar. Baxın, bərbaşdan dəyərli izləyicilər, siz mənim mövqeyimi bilirsiniz. Bunu xüsusi olaraq mən də vurğulamaq istəyirəm ki, mən Azərbaycanın türk dilli ölkələrlə münasibətlərinin sıxlaşmasını, yaxınlaşmasını indi hakimiyyətdə olanların özündən də daha çox istəyirəm. Uzun illər ərzində bu məsələlərlə bağlı danışmışıq. Uzun illər ərzində o təbliğatı olmasa da informasiya vurğusunu aparmışıq ki, Azərbaycan bu ölkələrlə münasibətlərini iki tərəfli qaydada yaxşılaşdırmalıdır, gəlişdirməlidir. Amma Azərbaycan. Bu Azərbaycan vurğusunun da nəyə görə olduğunu indi deyəcəm hər halda. Rəsmi xəbəri bilirsiniz əlbəttə. Mən də onu indi xatırladacağam. Mən xatırlatmasam belə zaten bir neçə gün, ən azı bir 10-15 gün zəhlənzi tökəcəklər. Bütün bu rəsmi informasiya və təbliğat vasitələri ki, İlham Əliyevin cahanşumul bir səfəri həyata keçirildi və bunu nəyə görə eləyəcəklər? Yəni, belə baxanda bir ölkənin prezidenti hansısa başqa ölkəyə və yaxud başqa ölkələrə il ərzində dəfələrlə səfər edə bilər. Azərbaycana da gələn dövlət başçıları çox olur və onlar öz ölkələrinə qayıdıb belə informasiya bumu qaldırmırlar. Gəlirlər və yaxud hansısa işgüzar səfərlə bağlı baş vururlar, hansısa anlaşmalar imzalayırlar, o hökumətin və yaxud dövlətin aktivinə yazılır. Amma İlham Əliyevin bu səfəri və bu səfər nəticəsində imzaladığı anlaşmalar ki var, bunların ətrafında çox böyük bir hayküy qaldırılıb və davam eləyəcək. Hətta yaxın dostlardan biri gördüm Facebook'a da yazıb ki, böyük ehtimalla prezidentin saytına da nə bilim Daşkəsəndən, Lerikdən, Ağsudan, Şamaxıdan, oradan-buradan vətəndaş məktubları axışacaq ki, bəs deməzsizmi İlham Əliyev tarixi bir qələbiyə imza atdı. Özbəkistana gedib hansısa böyük iqtisadi layihələri imzaladı. Olacaq. Bunu gözləyin əlbəttə. Nədənini də indi mən sizə deyəcəm. Başlıca olaraq əsas səbəb sərhədləri aşan ailə portfeli ilə bağlıdır. Çünki bu Daşkənd zirvəsində imzalanan müqavilələrin dərin pərdə arxası və kapitalın hüquqi zirehi adlı obrazlı desək bir aksiyadan söhbət gedir. Rəsmi xəbər nə deyir? 23 avqust 2026-cı ildə Daşkənddə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şövkət Mirziyayevin onlayn formatda iştirak etdiyi açılış və təməl qoyma mərasimi rəsmi dövlət mediası tərəfindən filan dambadurum təqdim olunub. Orada uzun belə təmtəraqlı ibarələrlə iki qardaş ölkənin strateji tərəfdaşlığının yeni zirvəsi, qeyri-neft sektorunun tarixi qələbəsi belə qələmə verilir hər halda. Amma bu tədbirdə imzalanan sənədlərin, açılışı edilən zavodların, müəssisələrin, təməli qoyulan komplekslərin rəsmi siyahısını masaya yatıracağıq və nə görəcəyik? Onu görəcəyik və yaxud artıq indidən görürük ki, qarşımıza sadə bir xarici ticarət müqavilələri deyil, Azərbaycandakı biznes hiyerarxiyasının və hakim elitaya, hakim ailəyə bilavasitə bağlı olan kapitalın beynəlxalq miqyasda institusionallaşması mənzərəsi görüşür.
Mən də çalışıb Daşkənddə təqdim olunan həmin o çox milyonluq ailə portfelinin görünməyən tərəflərini, pərdə arxası iqtisadi rıçaqlarını və daxili oyunçuların sistemdəki real funksiyalarının ən dərin qatlarını analiz edim deyə fikirləşdim. Yəqin və inanıram ki, siz də məndən bunu gözləyirsiniz. Yəni, demək istədiyim odur ki, bir tərəfdən Özbəkistan dövləti, Özbəkistan hökumətinin və dövlətinin başçısı rəsmi bir şəxsi gözləyib, öncədən əlbəttə protokollaşdırılıb, bu cür səfərlər bir gün, 2 gün içində hazırlanmır. Bir neçə ay əvvəldən hansısa xırda-xırda mərhələli razılaşmalar olur, siyahılar tutulur, hətta gələn və gedəcək adamların siyahısına qədər, daha onu demirəm ki, prezidentlər səviyyəsində imzalanması nəzərdə tutulan protokolların və müqavilələrin siyahısına qədər. Biz burada nələri görürük? Mən bu rəsmi təbliğatı darmadağın eləmək fikrim yoxdur. Onlar onsuz da nə bilirlərsə onu danışacaqlar və yaxud onlara hansı göstərişləri veriblərsə onu danışacaqlar. Amma mən sözün həqiqi mənasında bu sənədlər, bu iş birlikləri, bu biznes layihələri kimlərə məxsusdur, nələri nəzərdə tutur, strateji olaraq nələri hədəfləyir, o barədə sizə danışacağım. Bunu siz obrazlı şəkildə birinci qatda belə də adlandıra bilərsiniz ki, bu bir daxili halqadır və kürəkən kapitalının ekspansiyasıdır. Bunu obrazlı deyə bilərsiniz. Çünki bizim hamımız və yaxud da əksəriyyətimiz bilirik ki, əslində bir kürəkən kapitalından falandan söhbət getmir. Kürəkənin adına yazılmış, adına sənədləşdirilmiş kapitaldan gedir və bu baxımdan da obrazdan çıxarsaz, şərti adlandırmadan çıxarsaz, bunu elə İlham Əliyevin özünün ailə kapitalının ekspansiyası adlandıra bilərsiniz. Və təsadüfi deyil ki, Stibriz Uzbekistan siyahının ən parlaq, həmin o anlaşma, müqavilə siyahılarının ən parlaq və heç bir gizli tərəfi olmayan bəndidir ki, Emin Ağalarova məxsus Ağalarov Development tərəfindən təməli qoyulan Stibriz Uzbekistan yaşayış və istirahət kompleksindən söhbət gedir. Bu sürpriz deyil, əlbəttə. Hansı baxımdan sürpriz deyil? Mənim xatırladığım ən azı bir il bundan əvvəldən başlayaraq Emin Ağalarov Özbəkistana ya gedib gəlir, ya emistarlarını göndərir. Özü də zaten bir emistardır. Orada Daşkəndin ətrafında, Daşkəndin yaxınlığında bir göl var, şəhəri içməli su ilə təchiz eləyən, necə ki, Bakının həndəvərində bir Ceyran keçməzdi, yox. Ceyranbatan su anbarı var. Orada da ama daha büyük bir göl var. Ceyranbatan su anbarı süni su anbarıdır. Ama oradaki təbii bir göldür ki, Daşkənd şəhərini içməli su ilə təchiz eləyən, təmin eləyən əsas su tutarlarından biridir. Onun sahilində Emin Ağalarov Stibriz tikməklə bağlı Özbəkistan hökumətinin başçısı ilə hətta görüşüb, danışıqlar aparıb və yeri gəlmişkən bu Özbəkistanda bir mənalı qarşılanmayıb bu vaxta qədər. İndi bundan sonra necə olacaq, necə olmayacaq, Özbəkistanda da zaten o qədər də siz deyən rahat söz və fikir azadlığı yoxdur. Vətəndaş cəmiyyətinin səsi, sözü o qədər də belə həlledici qaydada nəzərə alınmayan bir səmirdir, səs deyil. Amma hər halda orada da sosial şəbəkələr var, blogerlər var, sosial şəbəkə fəalları var və biz onların təqdimatından zaman-zaman eşitmişik ki, orada bu Stibrizlə bağlı bəzi rahatsızlıqlar var. Bu rahatsızlıqların doğurduğu narazılıqlar var. Söhbət ondan gelir ki, adamların doğrudan da ciddi argumentlərindən biridir ki, biz bu gölün suyunu biz içirik, amma siz də gəlib orada çimərlik düzəldirsiniz. Bu məsələlər necə olacaq? Eləcə də orada hansısa bir tikinti işləri aparılırsa, o ərazinin ekosistemi ilə bağlı rahatsızlıqlar var. Amma əvəzində Emin Ağalarov, daha doğrusu oxu, anla, İlham Əliyev biraz da o qovluğu şişirdib. Kapital qovluğunu 5 milyard dollar
həmin Sivriz Uzbekistan, o Daşkəndin ətrafında ki investisiya qoyacaqlar, onu biraz rezinləşdirib, biraz elastikləşdirib və Özbəkistanın sosial mediasında, eləcə də ənənəvi mediasında bu layihənin Özbəkistanda 10 milyard dollara qədər şişib böyüyə biləcəyi barədə ehtimallar var. Yəni bu nəyi nəzərdə tutur? Onu nəzərdə tutur ki, Bakıdakı modelin Özbəkistana ixracı eyni ilə və orada da prezident himayəsini alandan sonra, yəni Özbəkistan prezidentinin himayəsini alandan sonra tamamilə eyni ilə olacaq deyə bilərik. Bir fərqlə ki, buradakı İlham Əliyevin özünün biznesidir. Orada da yəqin Şövkət Mirziyayev ortalığa və yaxud hər halda biznesə hansısa bir maraq dairəsinə, maraq sektoruna ya Özbəkistanın rəsmi şəxslərindən birini ki güvənir ya da güvəndiyi biznes elitası nümayəndələrindən birini qoşa bilər. Bakının Nardaran sahilində dövlətin birbaşa himayəsi, xüsusi infrastruktur subsidiyaları, bura nə daxildir, yollar, kommunikasiya xəttləri və s. və hətta ölkə qanunvericiliyində xüsusi istisnalarla böyüyən bu elit layihə indi eyni korporativ və idarəetmə fəlsəfəsi ilə Özbəkistan reallığına, Özbəkistan bazarına daşınır. Mən bayaq qanunvericilikdə xüsusi istisnalar deyib üstündən keçdim, amma yəqin siz anladınız ki, söhbət rəsmi kazino imtiyazından gedir və yaxud süni ada və yaxud yarımada tikintisi ilə bağlı Azərbaycanda parlament səviyyəsində müstəsna qaydada verilən hüquqi icazədən danışılır. Bu, şəksiz Əliyev ailəsinin layihəsidir. Bunu Azərbaycanda bilməyən yoxdur və ölkənin bütün resursları da həmin o Nardarandakı Sivriz layihəsinə necə cəmləşdirilibsə, bunu hər kəs bilir. Ölkənin biznes elitası da bilir, siyasi elitası da bilir, sadə vətəndaşlar da bilir. Azərbaycanlıları mən o qədər də məlumatsız, qənaətsiz, təəssüratsız adamlar saymıram. Ailə daxili kapitalın qarantiyası dövlət səviyyəsindədir Azərbaycanda. Bunu hamımız bilirik və Emin Ağalayevin 2006-2015-ci illərdə birinci ailənin övladı ilə, üzr istəyirəm, rəsmi nikahda olması və bu gündə prezidentin nəvələrinin atası statusuyla bu ekosistemin mərkəzində dayanması bu layihənin, yəni Sivriz layihəsinin toxunulmazlığının əsas şərtidir. Orada iki prezidentin birbaşa iştirak etdiyi rəsmi dövlət protokolunda bu tikinti layihəsinin də ana xəttə çevrilməsi kapitalın birbaşa birinci ailənin yaxın halqasına aid olmasının hüquqi nümayişidir. Əlbəttə, Özbəkistanda da Özbəkistan prezidenti də Özbəkistan hökumətindən bu işlərə məsul şəxslər kimi təhkim edilmiş həmin o elitalardan olan adamlar da, yəni rəsmi şəxslər də çox yaxşı anlayırlar ki, bu layihəyə verilən hər bir imtiyaz birbaşa Azərbaycan prezidentinə və yaxud Azərbaycan prezidentinin şəxsi kapitalına verilən strateji töhfədir. Sivriz Özbəkistana dediyim kimi ən azı 5 milyard dollar və bəzi başqa qaynaqlara görə isə 10 milyard dollara qədər investisiya iddiası ilə çıxış edən bir layihə kimi baxırlar Özbəkistanda. Elə Azərbaycan tərəfdən baxanda da belə görünür. Burada növbəti həlqəni yenə şərti olaraq belə adlandıra bilərsiniz. Nomenklatura sahibkarları və bölgə tərəfdaşlığı. Burada söhbət nədən gedir? Yəqin rəsmi xəbərlərdə siz gördünüz hər halda. Mən deyəsən onu oxumadım. Bəlkə söhbətin gelişində oxuyaram. Amma oxumağa nə ehtiyac var ki? Zaten mən bir-bir sadalaya keçirəm ki, İlham Əliyevlə Şövkət Mirziyayevin arasında bağlanan o sazişlər ki var, iqtisadi əməkdaşlıq sazişlərində hansı şirkətlərin adı keçir? Onların haqqında bir-bir danışıram. Burada növbəti həlqə Mətanət A və Turan Az şirkətləridir. Mətanət A belə çox ağrısız, nə bilim, çox kövrək, məsum bir şirkət kimi də görünə bilər sizə.
En strateji hissələrdən biri rəsmi sənədlərdə müstəqil, kənardan gələn fərdi sahibkarlar kimi qeyd edilən, lakin əslində sistem daxilində tam fərqli funksiyaları olan oyunçuların analizidir. Mən bu baxımdan Mətanət A şirkətini bir qədər qabağa saldım, amma onsuz da bunun haqqında danışacaqdım. Çünki adı orada keçir əlbəttə. Bu Mətanət A və kariyer inhisarının pərdə arxasındakı ailə inhisarı deyə bilərsiniz. Bəlkə bir çoxlarınız deyə bilər ki, Mətanət, ola bilər, sadəlövhlər olur belə ki, Mətanət A şirkətinin prezident ailəsinin nə dəxli var? Mən də deyə bilərəm ki, özümü lap belə sadəli varsam, əslində heç bir bəlkə də əlaqəsi yoxdur. Nə bilim, kimlərsə orada burada danışırlar. Amma elə deyil, dəyərli izləyicilər. Və mən deyəcəm nəyə görə elə deyil. Orada Özbəkistanda açılışı edilən, onlayn açılışı edilən cips zavodu kağız üzərində kimə məxsusdur? Bir Elxan Bəşirov adlı iş adamına məxsusdur. Lakin biraz ayıq tərəfdən baxaq, Azərbaycandakı real biznes mühitini bilən hər bir insan, o cümlədən və xüsusilə qabarıq şəkildə fərqləndirim ki, hər bir analitik anlayır ki, ölkədə sementdir, cipsdir, əhəngdir, bu kimi strateji tikinti xam malının mədənlərini, yəni karyerlərini tək başına istismar etmək, hətta azmış kimi 50 illik dövlət lisenziyalarını əldə etmək və əldə saxlamaq hakim elita ilə xüsusi patronaj əlaqəsi olmadan qeyri-mümkündür. Siz bilirsiniz ki, Mətanət A şirkətinin və onun rəhbəri Elxan Bəşirovun belə bir imtiyazları var. Hansısa bu sadaladığım mədənlər üzrə 50 illik dövlət lisenziyaları ala bilmiş bir şirkətdir. Bunu kim ala bilər? Azərbaycanın reallığını təsəvvür edin, diqqətlə özünüz özlüyünüzdə analiz eləyin, sonra da hansısa Mətanət A-nı qoyun ora və hansısa bir tanıdığınız və ya tanımadığınız Elxan Bəşirov adlı bir adam. Bəs kimdir bu? Maraqlıdır Elxan Bəşirov. Belə baxanda heç çox adamın tanımadığı bir şəxsdir. Mətanət A-nın da adı səhv eləmirəmsə ortalıqlarda 2020-ci ildən hallanır. Bəzi zamanlarda da çox qalmaqaldır. Mən hər halda belə hesab edirəm ki, bu Mətanət A şirkətinin hakim ailənin bilavasitə diqqəti yumşaq desək altına düşməsi prosesi 2010-cu ildən sonra başlamış olar. Çünki 2010-cu ilə qədər bu Mətanət A şirkəti haqqında ölkə mətbuatında, insafən o zaman ölkədə mətbuat da vardı, o qədər məmmalı, qalmaqallı, müxtəlif ittihamlarla zənginləşdirilmiş məlumatlar, materiallar yayılırdı ki, bunlar sonradan yavaş-yavaş çiridi və heç nə olmamış kimi birdən-birə indi baxırsan ki, Mətanət A sadəcə hansısa, nə bilim, cips zavodunun, Qazaxdaq ki, əhəng zavodunun sahibidir və adamlar unudurlar sanki. Yəni, Mətanət A, 15 il bundan əvvəlki Mətanət A deyil. İndi Mətanət və əlifbanın bütün hərfləridir, A-dan Z-yə qədər. Bu şirkətin təmsilçisi, sahibi, müdürü Elxan Bəşirovun atası Hidayət Bəşirov Sovet dövründən bəri Sovet nomenklaturasından üzü bəri gələn adamlardandır. Həmin sistem süzgəcindən keçmiş adamdır. 45 illik staja malik köhnə nomenklatura nümayəndəsi olub və İlham Əliyev tərəfindən də şəxsən bir neçə dəfə təltif olunan bir adamdır. Bu, ailənin, belə deyək, loyallığının, sədaqətinin tarixi təminatıdır. İndi Əliyev rejimi bu loyallığa, yəni Sovet nomenklaturası bulağından axıb gəlmiş kimi bir tarixi olan, keçmişi olan, bioqrafiyası olan sülalələrin loyallığını ciddi qəbul eləyir. Mətanət A da bu səfərdə öz cibinin pulu ilə yox, Azərbaycan İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişaf fondundan ayrılan dövlət subsidiyaları və güzəştli kreditlər hesabına formalaşdırılan istehsal gücü ilə çıxış eləyir. Yəni, dövlətin pulu, dövlət tərəfindən ayrılan pul və xam malı fərdi sahibkar adı altında beynəlxalq layihəyə çevrilir. Bu mexanizm kimlər üçün yaradılır, dəyərli izləyicilər?
Mətanət A çətiri altında bir xeyli alt brendlər və müəssisələr də var. Mətanət A sadəcə tək bir şirkət deyil, çox saylı zavod və fərdi brendləri birləşdirən böyük bir holding strukturudur. Onun idarəçiliyində olan əsas müəssisə və markaların da bəzilərini sizə sadalaya bilərəm. Yeri gəlmişkən, məncə əlimin altında hardasa var. Məsələn, Ağdağ MMC var, ölkənin ən tanınan cips əsaslı məhsulları və alçıpan istehsalı markasıdır. Azerline var, Qazax rayonunda yerləşən müasir texnologiyalarla işləyən iri, nəhəng, əhəng zavodudur. Bunu Qazaxlar yaxşı bilirlər və bir neçə dəfə şəxsən mənə də həmin o zavodun ətraf mühiti və ətrafda yaşayan insanlar üçün həyatı necə mürəkkəbləşdirdiyi ilə bağlı şikayətlər gəlib. Səhv eləmirəmsə bir neçə dəfə mən bu barədə danışmışam. Fast Natural var, İlham Bəşirovun şəxsi ixtirası kimi təqdim olunan ağlay daşını əvəz edən fasad örtüklərinin istehsalı biznesidir. Və başqa bir sıra yerli MMC-lər var. Holdinglə əlaqəli şəkildə fəaliyyət göstərən Will Construction MMC var, Xram MMC var, Zərinqala MMC var, Effect MMC kimi müəssisələrdə də həmin bu Mətanət A-nın adı ya tərəfdaş və ya elə belə rəhbərlikdə olaraq, sahib olaraq çəkilir. İlham Bəşirov biznes coğrafiyasını yalnız Özbəkistanın hesabına deyil, bir neçə başqa çıxıntılarla da Azərbaycanın hüdudlarından kənara çıxara bilmiş adamdır. Amma mən İlham Bəşirov deyib dururam, amma siz bunu hakim ailə oxuyun. Çünki hakim ailənin çətiri olmadan bu heç bir şirkətə bu imtiyazlar tanınmaz. Bunlardan əlbəttə biri indi görürük Özbəkistan layihəsidir. Bu holding, yəni Mətanət A holdingi Özbəkistanın Qaşqadərya vilayətində böyük bir cips və cips karton lövhələr zavodu inşa edib Mərkəzi Asiya bazarına daxil olub ki, onun açılışını, onun müəssisələrin açılışlarından birini siz gördünüz. İlham Əliyevin Özbəkistan fırtınası ərəfəsində və Gürcüstan və Rusiyada da var bunlar. Gürcüstanda Georgia Mətanət A LLC, Rusiyada OOO Şpak adlı törəmə şirkətləri vasitəsilə regional ticarət və istehsal şəbəkəsi qurulub. Bir mənalı şəkildə ailə biznesidir. Əvvəllər mən iddia eləmirəm. Əvvəllər əlbəttə Mətanət A, bayaq dedim, harasa 2010, 2009, 2011 bu illərə qədər müstəqil biznes strukturuydu. Ortabab bir şirkət idi. Ortababdan da hətta bir qədər, belə deyək, kövrək. Amma indi görürsünüz, holding kimi təqdim olunur. Bir interkommersləri də var. Interkommers LTD xarici ticarət və kommersiya əməliyyatlarını idarə etmək üçün təsis edilən beynəlxalq şirkətlərdən biridir. İctimai biznes qurumları və assosiasiyalarda da bu təmsil olunur. Həmin bu Mətanət A-nın İlham Bəşirovu biznes fəaliyyətləri ilə yanaşı. Belə təqdim edirlər ki, biznes də var, amma ölkədə sahibkarlığın formalaşmasına təsir edən hansısa ictimai qurumlarda da rəhbərliyi var. Yəni sadəcə olaraq biznesmen deyil, iş adamı deyil. Ona imkan verirlər ki, hansısa təşkilati quruluşların da rəhbəri olsun. Bu fakt onu sübut edir ki, kənar adama heç bir halda belə rolları Azərbaycan kimi avtoritar ölkələrdə bunun iqtisadi tərəfini tullayın. Zaten Azərbaycanda iqtisadi müstəqillik, azad iqtisadiyyat deyilən bir şey yoxdur. Amma bir də adamın ictimai təqdimatı varsa, bu axı təhlükəli mərhələdir. Ora təsadüf adamlar gedib çıxa bilmir. Atmiya var bir Azərbaycan tikinti materialları istehsalçıları assosiasiyası, İlham Bəşirov oranın sədridir. Sonra bir kit də var. Bəlkə çoxunuzun bunlardan xəbəriniz yoxdur. Ona görə heyrətlə dinləyirsiniz. Kəşflərin və ixtiraların tədqiqi və tətbiqi akademiyasının təsisçisidir. Həmin o İlham Bəşirov dövlət rəsmilərinin zavod açılışlarında iştirakı ilə bağlı mən danışıram dəyərli izləyicilər və qeyd edirəm ki, bunlar təsadüfi məsələlər deyil və hansısa güya ailəyə dəxli olmayan özəl biznes məsələləridir kimi qəbul etməyə çalışa bilərsiniz. Bəlkə kimlərsə aşırı sadəlövhlər bunu belə hesab edə bilərsiniz.
Amma bu mətanət A-nın əvvəllər də bir neçə dəfə hansısa müəssisələri açılıb, xüsusilə bu təqdimatla ki, qeyri-neft sektorunun inkişafı proqramı çərçivəsindəymiş kimi Mətanət A Holdinginin sənaye obyektlərinin açılışlarında şəxsən kim iştirak edir, dəyərli izləyicilər? Əlbəttə, İlham Əliyev. Bəri başdan bir daha vurğuluyum və bir neçə dəfə mən bunu demişəm. Faktlarla da sübut olunan, dönə-dönə faktlarla sübut olunan bir reallıqdır ki, İlham Əliyev özünə və ailəsinə məxsus olmayan heç bir müəssisənin, obyektin açılışında iştirak etmiş. 2025-ci ilin noyabr ayında İlham Əliyev Bakının Qaradağ rayonunda bu Mətanət A Holdinginə məxsus Azvul Mineral Daş Yunu zavodunun açılışında iştirak edib. Bir də indi 2026-cı ildə Özbəkistanda inşa edilən gips zavodunun açılışı birbaşa hər iki ölkənin başçısının iştirakı ilə onlayn formatda keçirilib. O da təzə bir pəslahadır, onlayn açılış. Güya ki, bunlar internetlə qoşulub orada, mən bunu gördüm, qəbul elədim deməsələr, nə olacaqdır? Müəssisə işləməyəcəkdir kimi, elədirmi? Bir də səhv eləmirəmsə, bu Mətanət A-nın Qazaxdakı əhəng zavodunun açılışında da İlham Əliyev olub, o bir neçə illər bundan əvvəldir və o Qazax zonasında tanıdıqlarınız varsa soruşun, onların hamısı deyəcəklər ki, bu əhəng zavodu İlham Əliyevin şəxsən özünündür. Onların çoxu Mətanət təranə falan tanımır. Bir də bu rangdan, bu mərhələdən bir başqa çox maraqlı bir Özbəkistan partnyoru var. Baku City yaşayış kompleksi. Onlar da həmin bu prezidentlərin imzalama və açılış törənlərində adı keçən şirkətlərdir. Turan Az. Bu bir klan sövdələşməsi olduğunun növbəti sübutlarından biridir. Çün təməli qoyulan bu nəhəng daha bir orada yaşayış kompleksi rəsmi xəbərlərdə qeyd olunduğu kimi Turan Az brendinə məxsusdur, dəyərli izləyicilər. Sizə tanış gələ bilməlidir bu. Bakıdakı tikinti sektorunda Turan adı altında fəaliyyət göstərən MTK-ların Fövqəladə Hallar Nazirliyi və onun rəhbərliyində duran klanla sıx bağları və yerli ekspertlərə hansı uzantılarla bəlli olduğu, əlaqəsinin olduğu bilirsiniz hər halda. Bakının ən prestijli və bahalı torpaqlarında heç bir bürokratik maneəyə rast gəlmədən Fövqəladə Hallar Nazirliyinin tikinti və təhlükəsizlik rəylərini bircə gündə alaraq çox mərtəbəli binalar ucaldan bu qrup indi öz kapitalını Özbəkistana köçürür. Bu Fövqəladə Hallar Nazirliyindəki hansısa bir qrupa aiddir, məxsusluğu, yaxındır kimi ifadələri mən niyə dönə-dönə vurğuluyuram? O körpü ki var. Yəni bu ailənin biznesidir əlbəttə, amma hansı körpü üzərindən kimlərin idarəçiliyinə verilmiş biznesdir. Onu istəyirəm biləsiniz. Yoxsa birbaşa deyərəm ki, hamısı İlhamındır, ailənindir, keçib gedərəm. Elədirmi? Belə deməyə də əsasım var. Sadəcə olaraq ailənin bu biznesinin hansı klanlar, hansı xəttlər vasitəsilə idarə olunduğunu, işlətməyə verildiyini də istəyirəm biləsiniz. Bu sistem daxilindəki güclü klanların da paylarının qorunduğunu, haqlarının qorunduğunu və onların müəyyən imtiyazlarının saxlanıldığını və beynəlxalq səviyyədə təmsil olunduğunu göstərir. Niyə görə bunları beynəlxalq səviyyədə məhz bu şəkildə təqdim etmək lazımdır, onu da deyəcəm. Amma sırada nə gəlir, dəyərli izləyicilər? Sırada elm, təhsil. O, nə dövlətlər arası əməkdaşlıq, anlaşma, iqtisadi cürlaşma layihələridir ki, orada təhsil və elm olmasın, ona biraz yampörtü baxıla bilər. Ona görə bu boşluğu da düzəldiblər. Yamayıblar, malalayıblar və bunu da adlandıra bilərsiniz şərti olaraq təhsilin elit biznes ekosisteminə inteqrasiyası və bu sırada kim gəlir? Landau School. Həmin o mərasimdə Landau adına 2 yeni STEM məktəbinin açılışı oldu. İlk baxışdan sadə bir təhsil və maarifləndirmə layihəsi kimi görünə bilər, amma pərdə arxası mexanizmdə
bu təhsil şəbəkəsinin, bu məktəblərin rolunu anlamaq lazımdır, görmək lazımdır ki, bu rol tamamilə funksional və kommersiya xarakterlidir. Amma bu da hamısı deyil. O yol nədir? Kursdan beynəlxalq brendə doğru ucalan, irəliləyən bir Yəhudi şifrəsi obrazını deyirəm. Əlbəttə, birdən kimlərsə elə hesab edə bilər ki, mən Yəhudi şifrəsi deyirkən hansısa negativ çalarları vurğulayıram. Qətiyyən elə bir şey deyil. Sadəcə Bakı Yəhudiləri olan Emil və Timur Leznik qardaşlarının, onların ataları da Yefim Leznikdir. Onların üçünün bir yerdə qurduğu bir şəbəkədir. Bakının varlı oliqarx və məmur övladlarını cəlb edərək qısa müddətdə elit status qazanıblar. Əvvəl repetitor kursları kimi başlamışdı bunlar. Sonra Emin Ağalarov bunu gördü və elə bəlkə də əvvəldən görünmüş. Sea-Breeze layihəsini sadəcə yay kurortu deyil, həm də milyonerlərin daimi yaşayacağı qapalı bir şəhər statusuna gətirmək istəyəndə və yaxud gətirmək istədiyini bəyan eləyəndə bu elit təbəqə uşaqlarının təhsilini daxı düşünməli idi. Ona görə mən şübhələnirəm ki, ümumiyyətlə bu Leznik qardaşlarının Landau School ideyası da elə həmin mərkəzə bağlıdır. Bunu amma şübhə ilə deyirəm. O hissəyə şübhə ilə, əvvəlinə, sonrasına heç bir şübhəm yoxdur. Və beləliklə nə baş verdi dəyərli izləyicilər? Landau Sea-Breeze şəbəkəsinə inteqrasiya olundu. İndi, yəni Özbəkistanda müstəqil təhsil layihəsi kimi orada hansısa fəaliyyət planlarını öhdəsinə götürən bu xətt Emin Ağalarova və o demək ki, İlham Əliyevin biznes layihələrinə bağlı olan bir xəttdir dəyərli izləyicilər. Tikinti və təhsilin bir paket halında saçqını təsəvvür eləmək lazımdır. Özbəkistanda eyni vaxtda həm Sea-Breeze Özbəkistan, həm Baku City yaşayış komplekslərinin, həm Landau məktəblərinin açılması vahid bir biznes strategiyasının nəticəsidir. Elə o birisilər də sadəcə bu üçü da şübhəsiz şəkildə, şəksiz qaydada bir-birinə bağlı olan sektorlardır, strukturlardır. Daşınmaz əmlak imperiyası hədəf seçdiyi xarici ölkəyə daxil olanda təkcə divarlar yox, həm də varlı təbəqənin uşaqları üçün infrastruktur, yəni elit məktəb təklif edir. Gedirlər Özbəkistana, deyirlər ki, baxın biz burada bu təcrübəni artıq sınaqdan keçiririk, artıq işə salmışıq. Ölkənin elit təbəqəsi üçün bir kvartal tikirik, yarım şəhər tikirik, qəsəbə tikirik. Yəni söhbət Sea-Breeze-dən gedir. Orada qumarxana da var, hər şey var və eyni zamanda elit orta təhsil verən məktəb də var və sizin Özbək məmurları, Özbək oliqarxları, Özbəkistanın varlı insanları da gəlib bizdən ev alıb orada yaşasınlar. Biz onların təhsilini də təmin edəcəyik. Bunun üçün də layihəmiz var. Bu, Əliyev ailəsinin Özbəkistan elitasına təklif etdiyi ailə biznes xəttidir. 2024-cü ildə Bakıdakı kampusunun yataqxanasının açılış leytini də kim kəsib, dəyərli izləyicilər? Şəxsən Prezident İlham Əliyev. Və layihəni də elə həmin vaxt onun qarşısında Emin Ağalarov təqdim etmişdi. Leznik qardaşlarının rəsmi sənədlərdəki adından asılı olmayaraq məktəbin bu böyük ailə portfelinin ayrılmaz bir hissəsi olduğunu sübut edən amillərdir, dəyərli izləyicilər. Bu bayaq onu mən sizə bitdə xatırlatdım ki, İlham Əliyev hansı obyektlərin açılışına gedir. Kiminsə də sual ola bilər ki, bu Landau School'un əsl sahibi kimdir? Yəni Landau məktəblərinin rəsmi dövlət reyestr sənədlərinə və idarəçilik strukturuna görə bu özəl məktəblər şəbəkəsi Landau Education qrupa məxsusdur. Təsisçiləri və sahibləri milliyyətcə Yəhudi olan yerli iş adamları Emil Leznik və Timur Leznik qardaşlarıdır. Məktəb 2018-ci ildə qurulub. Qısa müddətdə Bakının ən elit özəl təhsil müəssisələrindən birinə çevrilib. Çox qısa müddətdə. Və Emin Ağalarovla bunların bağlantıları hardan yaranır? Bayaq ötəri qeyd elədim, üstündən keçdim, amma bir daha təkrar bileyim nə idi? Anasıdır.
Leznik qardaşları müstəqil təsisçi kimi görünsələr də onların biznesinin sıçrayış nöqtəsi birbaşa Emin Ağalarovun layihələri ilə kəsişir. Landau Stibriz kampusu açılışından söhbətdə getdi. Emin Ağalarov Nardarandakı Stibriz kurort şəhərciyini sadəcə otel və villalardan ibarət deyil, insanların daimi yaşa biləcəyi müstəqil bir şəhər kimi planlaşdırıb. Hərçənd mən bunu doğrudan çox ciddi avantura hesab edirəm və düşünürəm ki, orada daimi yaşamağa kimlərisə sadəcə olaraq məcbur eləmək olar. Ona görə ki, dəfələrlə demişəm. Xəzər sahili ərazilər mövsümi yaşayış üçün ola bilər. Xəzər çox küləkli bir dənizdir. Çox küləkli bir dənizdir və Abşeron yaxası isə ümumiyyətlə aşırı küləkli bir ərazidir. Ona görə də orada daimi yaşamaq belə də adamlar tutub orada sadəcə məcbur edə bilərsən. Gir orada ev al, orada yaşa, daimi yaşa. Yoxsa belə yay evləri kimi nəzərdə tuta bilərsiniz. Bu şəhərciyin elit ailələr üçün cəlbedici olması üçün orada yüksək səviyyəli özəl məktəb lazım idi. Emin Ağalarov bunu tutdu. Bu səbəbdən Ağalarov Leznik qardaşları ilə şərikli layihəyə girdi və məktəbin böyük bir kampusunu Sibrizin ərazisində inşa etdi. Yəni korpusun. İlham Əliyevin iştirakı ilə. Düz 2 il bundan əvvəl 28 avqust 2024-cü ildə həmin bu Sibriz kampusunun yeni binasının rəsmi açılışı oldu. Lenti şəxsən İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəsdi. Açılışda layihə təqdimatını da dövlət başçısına məktəbin həmin o sənədlərdə adı keçən rəsmi sahibləri yox, məhz Emin Ağalarov özü eləyirdi. Axtarıb internetdə tapa bilərsiniz. Yəni güya hansısa müstəqil bir təhsil biznesinin bir xətti üzrə hansısa sahibkarların layihəsinə gəlir İlham Əliyev, oranın açılışını edir, amma biznes sahibləri güya biznes sahibləri ortalıqlarda yoxdur və təqdimatı Emin Ağalarov edir biznes sahibi kimi. Bu artıq güya deyil, elə real biznes sahibidir. Bir də bu zəncirin, yəni Daşkənd zəncirinin qan dövranı və resurs qarantı kimi nəyi nəzərdə tuta bilərsiniz? Həmin birgə əməkdaşlıq müqavilələri siyahısında adı keçən çox maraqlı bir həlqə də var. Davr Bank və Sokar. Heç bir beynəlxalq holding və ya əmlak imperiyası güclü maliyyə institutu və enerji dəstəyi olmadan dəyərli izləyicilər xarici ölkədə fəaliyyət göstərə bilməz. Daşkənd müqavilələrinin bu baxımdan ən möhkəm dayaqları da məhz bu bəndlərdir. 1. Davr Bank, Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq. Özbəkistandakı bu bank layihəsi biraz əvvəl adını çəkdiyim tikinti kompleksləri və istehsalat zavodlarının çox milyonluq pul dövriyyəsini, biraz böyüyəndə milyardlıq ola biləcək. Zaten indidən oradakı Sivriz 5 milyard və daha artıqdır dedik. Kreditləşməni və dividend transferlərini idarə etmək üçün yaradılan özəl maliyyə koridorudur dəyərli xalq. Dövlət Bankının resursları məhz bu şəkildə bu ortaq layihələrə yönləndirilir və ortaq layihələrin bəri tərəfində, Xəzərdən bu tərəf hissəsində kim dayanır? Əliyevin ailəsi. Bir də əlbəttə məclis tamadasız olmaz ki, sokarsız da olmazdı. Sokar orada 5 yeni yanacaq doldurma məntəqəsi açır. Dövlət neft şirkətinin Özbəkistanda pərakəndə yanacaq bazarına daxil olması Azərbaycanın bu geniş iqtisadi paketdə həm də ağır enerji qarantı kimi yer aldığını göstərmək üçündür. Diversifikasiya və strateji sektorlar baxımından yanaşsaq bir metallurgiya və agrar qol saya biləcəyiniz bir haqq hesab da var. Siyahının lap sonunda yer alır, rəsmən təqdim olunan siyahının, ancaq kapitalın çeşidlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən daha 2 layihə var, dəyərli izləyicilər. Bu, qızıl və gümüş layihəsidir. Gümüş tərkibli filizin emalı fabriki qurulur, qurulması nəzərdə tutulur. Dağ mədən sənayesində və qiymətli metalların emalında pay sahibi olmaq, kapitalın sadəcə tikintidən asılı qalmasının
qarşısını alır. Dağ mədən sənayesi, qızıl Azərbaycanda təcrübələri var, gümüş. Azərbaycanda qızıl, gümüş, qiymətli materialların, ümumiyyətlə mədən sənayesinin tamamı növ sektorda daxil olmaqla Əliyev ailəsinin nəzarətindədir, kontrolu altındadır tezisinə kiminsə şübhəsi varmı? Azərbaycandakı qızıl və gümüş yataqlarının idarə etməsində, məsələn, Azərgold və ya müxtəlif qapalı konsorsiyumlar vasitəsilə birbaşa hakim ailəyə yaxın strukturların dayandığı bəllidir. Bu təcrübəni indi nə edirlər? Daşıyırlar Özbəkistanın zəngin yeraltı resurslarını və orada tətbiq edəcəklər. Bir də çox gülməli bir hissəsi var bu layihənin. Layihələr məcmusunun Gold Fresh Fruits meyvə bağları. Birdən-birə fikirləşərsiniz ki, iki dövlət arasında yekə-yekə sahələr üzrə əməkdaşlıq müqavilələri, birgə hansısa kommersiya layihələri əsasında sazişlər imzalanır. Bu nə idi belə? Meyvə bağları aparıb iki daşın arasında ora dürtürlər. Burada çox incə və həssas bir məqam var, həşəmətli xalq. Son illər Azərbaycanda kənd təsərrüfatı və aqrar sənaye sahəsi də tamamilə iri holdinglərin nəzarətinə keçib, elədir mi? İri holding deyəndə sizi əsməcə tutmadı ki. Yəni bir zamkaniya oldu mu? Rus demiş, söhbət hansı holdinglərdən gedir? Məsələn, Paşa Holding və onun daxilindəki agro holdinglər, agro food investment o cümlədən və xüsusilə. Özbəkistanda iri meyvə bağlarının salınması layihəsi də bu baxımdan Paşa Holding üçün əlavə bir hədiyyədir və bu böyük aqrar qolun regional miqyasda genişlənməsidir. Siz bunu aqrar qol kimi də nəzərdə tuta bilərsiniz. Yəni aqrar sektor, aqrar istiqamət, bir də aqrar elə qol kimi, yəni qol vurulması anlamında da nəzərdə tuta bilərsiniz. Və nəhayət hansısa bir nəticəyə gəlməliyik, yoxsa yox. Vahid Azərbaycan Holdingi adlandıra biləcəyiniz və kapitalın hüquqi maskalanması saya biləcəyiniz bir hərəkət, bir davranış, bir addım. Bizim və şəxsən mənim hər zaman vurguladığım bu Azərbaycandır realizmi çərçivəsində baxasız, Daşkətdə imzalanan bu tarixi sənədlərlə özünün ən pik nöqtəsinə çatır. Biz rəsmi protokolda fərqli şirkət adları görə bilərik. Ağalarov Development, Mətanət A, Turan Az, Landau, Flan, Bəsməkan. Bunları görə bilərik. Amma strukturun dərinliyinə bir balaca varanda ki, artıq heç açığı o qədər dərinliyə varmaq lazım deyil. Bunların çoxunu Azərbaycanlılar artıq bilirlər, tanıyırlar. Bunların ətrafında xeyli dərəcədə araşdırmalar da aparılıb, həm yerli, həm də beynəlxalq jurnalistika tərəfindən və görmüşük ki, hamısının eyni mərkəzə Azərbaycanın birinci ailəsinin və idarəçi klanlarının maraqlarına necə xidmət edirlər. Niyə hər şey bir nəfərin adına deyil? Orada paketdə rəngarənglik görünsün kimidirmi? Yəni, güya Özbəkistan rəhbərliyi bilmirmi ki, İlham Əliyevin kisəsinə doldurub bura daşıdığı bu şirkətlər, bu layihələr kimindir? Bilir amma. Amma əlbəttə beynəlxalq maliyyə dünyası da var, onlarla da hesablaşmaq lazımdır. Beynəlxalq maliyyə dünyasında və qlobal hüquq müstəvisində siyasi nüfuzlu şəxslər anlayışı var və onların birbaşa aktivləri hər zaman sərt monitorinqlərə, şəffaflıq hesabatlarını və potensial sanksiya risklərinə məruz qalır. Bunu yəqin bilirsiniz. Dəfələrlə bu məsələlərlə bağlı söhbətlər, müzakirələr olub. Hər şeyi birbaşa hakim ailə üzvlərinin adına qeydiyyatdan keçirmək qlobal iqtisadiyyatda böyük risklər yaradır. Burada məsələ yalnız o deyil ki, hansısa rəngarənglik olsun və yaxud məsələ o deyil ki, İlham Əliyev hər şeyi birbaşa öz ailəsinin adına ona görə bağlamır ki, ictimai rəydən utanır, xəcalət çəkir, çəkinir. Yoxdur elə şeylər. Zaten öz ailəsinin və ailə üzvlərinin adına bağlaya bildiyi qədər bağlayıb. Amma bir də alabəzək şeylər göstərmək lazımdır
ki o risklərdən yayınsın. Həmin o qlobal sanksiya problemləri yarana biləcək hallardan özünü sığortalasın və məhz bu səbəbdən sistem, bu ailə sistemi öz kapitalını xaricə ixrac eləyərək legitimləşdirərkən fərqli hüquqi maskalardan və təqdimatlardan istifadə edir. Kürəkən brendi ilə elit image yaradılır. Siveriz məsələn. Sadiq nomenklatura sahibkarı dırnaq arasında deyirəm, bu adla sənaye qolu idarə olunur. Hərçənd də ailəyə məxsusdur. Emin Ağalarov həm də bu dəfə elm hamisi qismində zühur edir və istedadlı yerli biznesmenlər vasitəsilə təhsil brendini önə çıxardır. Daşkənddə reallaşan bu onlayn mərasim rəsmi kağızlar üzərində iki dövlət arasında iqtisadi əməkdaşlıq mahiyyət etibarı ilə Azərbaycanın monolit oliqarx kapitalının oliqarx kapital da qalmayıb Azərbaycanda. Ona görə məcburuq İlham Əliyevin haqqına girək, dırnaq arasında deyim, hakim Əliyev ailəsinin kapitalının xarici dövlət təminatı ilə beynəlxalq arenada legitimləşdirilməsi prosesidir. Lap əvvəldə nə dedim dəyərli izləyicilər? Dedim ki, hökumət mediası, rəsmi təbliğat və təbliğatvarı, yarım rəsmi təbliğat kanalları İlham Əliyevin Özbəkistan səfərinin nəticələri üzərində çox dəhşətli bir ajiyataj yaradacaqlar və bu ajiyataj xeyli müddət davam edəcək. Təxminən Lissabonun summit kampaniyaları kimi yaşlı nəsil bunu xatırlayar, bəlkə gənclər o qədər də xatırlamaz və mənə irad tutarlar ki, Lissabonun summit kampaniyası nə deməkdir? Ona bənzər bir kampaniya aparılacaq. Çünki Əliyev Özbəkistana Şövkət Mirziyevlə ortaq imza masasının üzərinə bilavasitə özünə və ailəsinin biznes strukturlarına daxil olan şirkətləri aparıb, qoyub, yerləşdirib, korrupsiyasını indi də Orta Asiya üzrə legitimləşdirməklə məşğuldur. Əgər buna dövlətlər arası anlaşma, dövlətlər arası müqabilə, Azərbaycan kapitalının hüdudlarının, coğrafi hüdudlarının genişlənməsi kimi uğurlu belə ifadələr də nə arasında deyirəm əlbəttə. Uğurlu ifadələrlə təqdimat elementləri harda qarşınıza çıxsa, bilin ki, bu tülkülük həmin o çaqqallığın üstünü örtmək üçündür, dəyərli izləyicilər və əlbəttə görərsiniz, qarşınıza da çıxacaq, çox çıxacaq. Ailə heyrətləndirməkdə davam edir. Bu layihələri irəlidə gözləyin, Qırğızstandan da gözləyin, Tacikistandan da gözləyin, Türkmenistanda da yəni ola bilsin olacaq, sırada Qazaxıstandır. Əliyev öz ailə kapitalını Türk dünyasına yedizdirməklə məşğuldur. Yedizdirmək o mənada yox, aparır bir ki, yiyin, həll etməklə, oralarda həll etməklə məşğuldur ki, gizlətsin, legitimləşdirsin və gizlətsin. Salamat qalın, dəyərli izləyicilər. Bugünlük məndən bu qədər, amma bu vacib söhbətləri mütləq bacardığınız qədər çox paylaşın.